Nümunə ilə bağlı uyğun fikirləri müəyyən edin. Dünənki hadisədən sonra o bəstəboy adamı kimsə görməmişdi. Cümlədə düzəltmə və mürəkkəb sifət işlənmişdi. Dünənki sözü düzəltmə sifətdir. Bəstəboy isə mürəkkəb sifətdir. Deməli doğrudur. Biri seçirik. Şəxs əvəzliyi ismi əvəz edib. Ümumiyyətlə bu nümunədə şəxs əvəzliyi yoxdur. Çünki o bəstəboy adamı, o burada işarə əvəzlidir. Hansı sualına cavab verir? Şəxs əvəzliyindən istifadə olunmuyor. Yanlışdan yanlışı seçirik. Qeyri-müəyyən əvəzlik sifəti əvəz etmişdir. Qeyri-müəyyən əvəzliyimiz kimsə burada ismin sualına cavab verir, ismi əvəz etmişdir. Deməli, yanlış fikirdir, seçirik. Çıxışlı xal şəkilçili söz yazıldığı kimi tələffüz olunur. Hadisədən sözü bəli olduğu kimi tələffüz olunur. Bu doğru fikirdir. Fe'l nəqli keçmiş zamandadır. Bəli, miş nəqli keçmiş zaman şəkilçisidir. Buradakı di isə idi hissəciyinin qısaldılmış formasıdır. Bu da doğru fikirdir. Cavabımız 1 və 3 olur.